Salam dostlar. Belə bir üçbucaqla bağlı isbat sualını izah edəcəyik. Deməli, ABC düzbucaqlı üçbucağında verilənlərə görə kosinüs alfa bölü 2 bərabərdir. Kök altında B plus C bölünsün 2C olduğunu isbat edin. Düzbucaqlı üçbucaqda bilirik ki, yəni verilmiş şəkildə də görünür ki, yəni kosinüs alfa bərabər olur bitişik qatetin, yəni B-nin C-yə nisbətinə, yəni bitişik qatetin hipotenuza nisbətinə bərabər olur. Yarım arqument düsturuna görə kosinüs alfanın yerinə yaza bilərik ki, 2 vur kosinüs kvadratı alfa bölü 2 çıx 1 bərabərdir B böl C-yə. Burada biri sağa keçirsək, alarıq ki, 2 kosinüs kvadratı alfa bölü 2 bərabərdir. Biri sağa keçirdib B plus C ilə topladıqda alacaq ki, C-də B plus C. Və hər tərəfi 2-yə bölsək, alırıq ki, kosinüs kvadratı alfa bölü 2 bərabərdir. B plus C bölünsün 2C. Və hər tərəfdən kök alsaq, onda alacaq ki, kosinüs alfa bölü 2 bərabərdir. Əslində, burada plus minus olmalıdır. Amma düzbucaqlı üçbucağın iti bucağı, yəni alfa burada iti bucaqdır. Alfa bölü 2 də iti bucaq olacaq və kosinüs də həmin dərəcədə müsbət qiymət almalıdır. Ona görə burada olacaq müsbət kök altında B plus C bölünsün 2C.